İnsanlar niyə kütlənin fikrinə bu qədər asan tabe olur? Səncə atalar düz deyib, palaza bürün, el ilə sürün. Biri də çıxıb deməyib ki, niyə sürünək axı? Bu gün kütlə psixologiyasından danışacağıq. İnsanlar niyə kütlənin fikrinə bu qədər asan tabe olur? Videomuza peşəkar podkast studiyası olan Qarmediyanın sponsorluğu ilə baxırsınız. Təklif etdiyiniz xidmətləri qısa reel videoları formasında və yaxud da qonağınızla birlikdə veriliş tipli podkast formasında peşəkar şəkildə çəkdirə bilərsiniz. Studiyamız 2 ünvanda: Bakıda Nərimanov Qobustan plazada və Sumqayıt şəhərində Sülh küçəsi Mərkəz plazada fəaliyyət göstərir. Qarmediya, keyfiyyəti seçənlər üçün. İnsan özünü müstəqil düşünən varlıq kimi göstərməyi sevir. Çoxumuz inanırıq ki, fikirlərimiz bizə məxsusdur. Qərarlarımızı başqalarına baxmadan veririk və kütlənin təsiri altında qalmırıq. Amma gündəlik həyata diqqətlə baxanda bu inamın tez-tez sarsıldığını görmək mümkündür. İnsan çox vaxt fərqinə varmadan ətrafındaşların fikirlərinə uyğunlaşır, çoxluğun sevdiyini doğru hesab edir və fərqli olmaqdansa uyğunlaşmağı seçir. Bu davranış zəif xarakter məsələsi deyil. Əksinə, bu insan beyninin çox köhnə və dərin mexanizmlərindən biridir. Kütləyə uyğunlaşmaq insan üçün tarixən təhlükəsizlik demək olub. Minlərlə il əvvəl insan tək başına yaşaya bilməzdi. Qrupdan kənarda qalmaq aclıq, qorunmazlıq və ölüm riski deməkdir. Buna görə də beyin hələ də kütlədə qal prinsipini təhlükəsiz strategiya kimi saxlayır. Elm bu davranışı konformizm adlandırır. Yəni insanın öz fikrini bir kənara qoyub çoxluğun mövqeyini qəbul etməsi. Bu proses çox vaxt şüursuz şəkildə baş verir. İnsan bəzən razılaşdığını belə hiss etmir. Sadəcə etiraz etməməyi seçir. Çünki etiraz etmək risklidir. Risk isə həmişə beyin üçün narahatlıq mənbəyidir. Bu mövzu üzərində aparılmış ən məşhur eksperimentlərdən biri Salomon Eş tərəfindən həyata keçirilib. Eksperiment çox sadə qurulmuşdu. İnsanlara uzunluqları açıq-aşkar fərqli olan xəttlər göstərilir və onlardan uyğun olanı seçmək tələb olunur. Əgər insan tək olsaydı, cavab vermək çox asan idi. Amma otaqdakı digər insanlar bilərəkdən səhv cavab verdikdə, iştirakçıların böyük hissəsi açıq həqiqəti görsə də, kütlənin dediyi yanlış cavabla razılaşdı. Bu nəticə onu göstərir ki, insan bəzən doğru bildiyini deməkdənsə tək qalmaqdan çəkinir. Beyin üçün sosial uyğunlaşma obyektiv həqiqətdən daha vacib görünə bilər. Çünki həqiqət insanı tək qoya bilər. Uyğunlaşma isə onu qoruyur. Kütlənin təsiri yalnız açıq şəkildə fikir bildirməklə məhdudlaşmır. İnsan davranışları da bu təsirdən ciddi şəkildə asılıdır. İnsanlar çox vaxt başqalarının nə etdiyinə baxaraq nə etməli olduqlarına qərar verirlər. Bir restoranda niyə növbə yaranır? Bəzən insanlar sırf növbə olduğu üçün ora girirlər. Çünki beyin belə düşünür: bu qədər insan səhv edə bilməz. Bu mexanizmə sosial sübut deyilir. Beyin qeyri-müəyyən vəziyyətdə qalanda başqalarının davranışlarını bələdçi kimi qəbul edir. Bu bəzi hallarda faydalıdır, amma eyni zamanda insanı asanlıqla yanlış istiqamətə də apara bilər. Kütlə səhv edəndə fərd də onunla birlikdə səhv edir. Kütlənin təsiri emosional vəziyyətlə daha da güclənir. Qorxu, panika və yüksək həyəcan zamanı insanlar daha tez uyğunlaşır. Çünki bu vəziyyətlərdə beyin düşünmə rejimini söndürür və sürətli qərar verməyə çalışır. Tarixdə baş vermiş bir çox kütləvi hadisə panika və emosional yoluxma ilə izah olunur. İnsanlar ətrafdaşların reaksiyalarına baxaraq təhlükəni real qiymətləndirmədən hərəkət edirlər. Sosial şəbəkələr bu prosesi daha da sürətləndirib. İnsan artıq təkcə fiziki mühitdə yox, rəqəmsal mühitdə də kütlənin içindədir. Paylaşımların altındakı rəylər, bəyənmə sayı və trendlər insanın fikir formalaşdırmasına təsir edir. Bir mövzu çox paylaşılırsa, avtomatik olaraq daha doğru və ya daha vacib kimi qəbul edilə bilər. Bu mühitdə fərqli fikir bildirmək daha çətinləşir. Çünki rəqəmsal linç riski yaranır. Beyin bu riski sosial təhlükə kimi algılayır və mümkün qədər ondan qaçmağa çalışır. Nəticədə insan susmağı, uyğunlaşmağı və ya kütlənin dilində danışmağı seçir. Kütləyə uyğunlaşmanın başqa bir tərəfi də məsuliyyət hissinin azalmasıdır. İnsan tək başına qərar verəndə nəticələrə görə özünü məsul hiss edir. Amma kütlənin bir hissəsi olanda bu məsuliyyət paylaşılır. Hamı belə etdi. Kişi insanın vicdan yükünü azaldır. Övladından niyə aşağı qiymət aldın soruşanda sinifdə hamı aşağı qiymət aldı deyə özünü müdafiə etməyə çalışır. Bu mexanizm bəzən insanların normalda etməyəcəyi davranışlara da yol açır. Milgramın məşhur itaət eksperimentləri də bu mövzuda vacib ipuçları verir.
In order to understand İnsanlar avtoritetin göstərişi altında başqalarına zərər verdiklərini düşünmələrinə baxmayaraq əmrlərə tabe olurdular. Çünki məsuliyyət hissi fərqdən çıxıb sistemə ötürülürdü. Bu da onu göstərir ki, kütlə və avtoritet birlikdə olduqda fərdi düşüncə daha da zəifləyir. Bütün bunlara baxmayaraq kütləyə uyğunlaşmaq həmişə mənfi nəticə doğurmur. İnsan sosial varlıqdır və uyğunlaşma olmadan cəmiyyət mümkün olmazdı. Problem uyğunlaşmanın avtomatik və sorğusuz baş verməsidir. İnsan nə vaxt uyğunlaşdığını belə anlamırsa, artıq seçim əlindən çıxmış olur. Araşdırmalar göstərir ki, insanlar tək qaldıqlarında və ya fikirlərini yazılı şəkildə ifadə etdiklərində kütlənin təsiri azalır. Çünki belə vəziyyətlərdə beyin sosial təzyiqi daha az hiss edir. Eyni zamanda mövzu üzərində əvvəlcədən düşünmək insanı ani uyğunlaşmadan qoruyur. İnsan kütlənin təsirindən tam azad ola bilməz. Bu, beynin sosial quruluşunun bir hissəsidir. Amma bu təsiri tanımaq mümkündür. Bir fikri qəbul edəndə özümüzə belə bir sual verə bilərik. Mən bunu həqiqətən belə düşünürəm, yoxsa sadəcə tək qalmamaq üçün razılaşıram? Bu sual çox vaxt narahatlıq yaradır. Amma məhz bu narahatlıq düşünmənin başladığı yerdir. Kütlənin içində qalmaq təhlükəsiz görünə bilər. Amma düşüncə oradan nadir hallarda yaranır. O, çox vaxt kütlədən bir addım kənarda başlayır. Belə dostlar, bir videonun daha sonuna gəldik. Mövzu ilə bağlı fikirlərinizi şərhlərdə yazmağı unutmayın. Videomuzu faydalı hesab edirsinizsə, bəyənməyi, paylaşmağı və kanalımıza abunə olmağı unutmayın. Sizinlə mən Arif Qərib idim. Bir sonraki videoda görüşmək ümidi ilə. Allah'a emanet olun.